Hər birinizi xoş gördük dəyərli izləyicilər. Bugün sizlərlə trigonometrik funksiyaları mövzusunun toplama düsturları, dərəcənin aşağı salınması, e, cəmin hasilə çevrilməsi, hasilin cəmə çevrilməsi və sair mövzularına aid 5 sual nümunəsinə baxacağıq. Hansı ki bu suallar buraxılış və blok imtahanlarına dəstək xarakterlidir. İlk sualla başlayaq. İlk sualda bizə deyir ki, sinus 35 plus x plus sinus 25 dərəcə minus x minus sinus 30 dərəcə ifadəsinin ən böyük qiymətini tapın. Baxın, burada biz hansı düsturdan istifadə edərik? Deməli, cəmin hasilə çevrilməsi düsturundan. Sinus alfa plus beta plus sinus alfa minus beta. Baxın, bunu necə yazarıq? Sinus alfa plus beta'nı necə yazarıq? 2 Baxın, bu sualı necə həll edərik? Cəmin hasilə çevrilməsi düsturundan istifadə edərik. Yazarıq ki, sinus 35 plus x, buna bir deməli sinus alfa, buna da sinus beta kimi baxsaq, düsturumuz bilirik ki, necədir? Sinus alfa, baxın, sinus alfa plus sinus beta bərabərdir 2 sinus alfa plus beta bölünsün 2 vurulsun kosinus alfa minus beta bölünsün 2. Bu düsturdan istifadə etsək yazarıq. 2 vurulsun sinus 35 plus x plus 25 minus x bölünsün 2'ye vurulsun kosinus 35 plus x plus daha doğrusu minus 25 plus x bölünsün 2. Bunu yazsaq alarıq ki 2 vurulsun sinus 60 bölünsün 2 yani 30 vurulsun kosinus 5 plus x. Bu belə. Minus deməli bizdə bir də var idi ki sinus 30. Onun da dərəcə qiyməti neçədir? 2'də 1. Baxın, bu bizə verəcək 2'də 1. Bunu 2'yə vursaq bunlar gedər. Yerdə qalır neçə? Kosinus 5 plus x minus 2'də 1. Kosinus 5 minus x'e bir alfa desək, kosinus alfanın ən böyük qiyməti neçə olur? Bilirik ki bu mənfi 1 aralığında qiymət alır. O zaman ən böyük qiymət olar 1 minus 2'də 1. O da bizə elə 2'də 1 cavabını verir. Cavabımız olur 2'də 1. Keçid edək ikinci sualımıza. İkinci sualda bizə deyir ki 3 kök altda 3 sinus 20 dərəcə vurulsun tangens 15 dərəcə bölünsün 2 kosinus 70 vurulsun 1 minus tangens kvadrat 15 dərəcə ifadəsinin qiymətini hesablayın. Baxın, burada nə edərik? Deməli yazarıq ki, baxın, 3 kök altda 3 sinus 20 dərəcə vurulsun. Baxın, bura yazsaq 2 tangens 15 bölünsün. Yuxarıya 2 yazdığımıza göre aşağıya da 2 yazarıq. 2 vurulsun 2 kosinus. Baxın, bu kosinusu da ad dəyişmə ilə yazarıq. Sinus 20 dərəcə. Oradan yazsaq ki kosinus 90 minus 20. Orada 90 da pi bölü 2 olduğu üçün ad dəyişir və sinus olur. Sinus 20 dərəcə. Vurulsun 1 minus tangens kvadrat 15 dərəcə. Baxın, bura bizə nə verir əzizlərim? Bura bizə verir tangens 2 alfa. Yəni tangens 30 dərəcə. İndi yerdə qalır buranı hesaplamaq. Sinus 20 ilə sinus 20 gedər. Yerdə nə qalar? 3 kök altda 3 bölünsün 4 vurulsun tangens 30. Tangens 30'un da qiyməti neçədir əzizlərim? Kök altda deməli kök altda 3 bölünsün 3. O zaman yazarıq ki bunu bura vursaq kök altda 3 bölünsün 3. 3'lər gedər. Kök altda 3'ə də vurduqda elə kök altda 3 qalar. Daha doğrusu 3 qalar.
Onu da bölsək 4 edər. Cavabımız neçə oldu əzizlərim? 4-də 3. Ola bilər biraz fikirliyəm, çünki saata baxın, saat artıq 1-ə qalır. Bu saatda izahat çəkmək məcburiyyətindəyəm. Ona görə biraz fikir dalğınlıqları ola bilər. Yenə də 11-ci siniflərimizə az da olsa dəstək olmaq istəyirəm. Keçid edirik deməli 3-cü sualımıza. Bizə deyir ki, sinus pi bölü 6 vurulsun sinus 4 pi bölü 7 vurulsun sinus 3 pi bölü 7 minus kosinus pi bölü 3 vur kosinus 4 pi bölü 4 vurulsun kosinus 3 pi bölü 7. Daha doğrusu kosinus 4 pi bölü 7 vurulsun kosinus 3 pi bölü 7 ifadesini sadələşdirin. Baxın burada sinus pi bölü 6 ilə kosinus pi bölü 3 bizə neçə verəcək? İkisinin də qiyməti deməli neçədir? 30 dərəcə oldu. Bu 30 dərəcə, bu 60 dərəcə olduğu üçün 2-də 1-dir. O zaman yazarıq ki, 2-də 1 vurulsun sinus 4 pi bölü 7 vur sinus 3 pi bölü 7 minus kosinus 4 pi bölü 7 vurulsun kosinus 3 pi bölü 7. İndi əzizlərim, bu düstur görürük bizə bir şey vermir. Amma bunun tərsi olsaydı bizə nəyi verərdi? Deməli, bizə verərdi ki, kosinus 4 pi bölü 7 plus 3 pi bölü 7. Yəni kosinus alfa plus betanın düsturunu verərdi. O zaman bunu tərsinə çevirmək üçün nə edərik? Bir dənə qarşısına mənfi atarıq. O zaman yazarıq mənfi 2-də 1 vurulsun kosinus 4 pi bölünsün 7 vur kosinus 3 pi bölünsün 7 minus sinus 4 pi bölünsün 7 vurulsun sinus 3 pi bölünsün 7. O zaman bu bizə verər. Mənfi 2-də 1 vurulsun kosinus 4 pi plus 3 pi bölünsün 7. O da elə bizə kosinus pi verər. Mənfi 2-də 1 vurulsun kosinus pi. Bu bizə mənfi 1 verəcək. Mənfi 1 də mənfi 2-də 1-ə vuranda neçə edər əzizlərim? 2-də 1. Üçüncü sualımızın da cavabı oldu 2-də 1. Dördüncü suala keçidirik. Bizə deyir ki, 4 sinus 8 alfa bölünsün kosinus 4 alfa, kosinus üzəri 4 2 alfa minus sinus üzəri 4 2 alfa ifadəsini sadələşdirin. Yuxarını biz yazsaq əgər 4 vurulsun 2 sinus 4 alfa vur kosinus 4 alfa. Sinus 2 vurulsun 4 alfanın düsturu kimi, yəni sinus 2 alfanın düsturu ilə yazdıq. Bölünsün aşağını da müxtəsər vurma düsturuna əsasən yazarıq ki, kosinus kvadrat 2 alfa minus sinus kvadrat 2 alfa vurulsun kosinus kvadrat 2 alfa plus sinus kvadrat 2 alfa. Bura bizə 1 verəcək, bu heç, bura getdi. Yuxarını da nə yazarıq əzizlərim? Yuxarını da yazarıq ki, yuxarını hələ ki heç nə yazmarıq. Hələ olduğu kimi saxlayarıq. Yazarıq 8 sinus 4 alfa vur kosinus 4 alfa bölünsün. Aşağı bizə görürük ki, kosinus kvadrat 2 alfa minus sinus kvadrat 2 alfa. Bu bizə kosinus 4 alfanın düsturunu verir. Kosinus 4 alfa, kosinus 4 alfa getdi. Yerdə nə qaldı əzizlərim? 8 sinus 4 alfa. Cavabımız olur 8 sinus 4 alfa. Son suala keçid etsək, son sualda deyir ki, sinus 50 dərəcə plus sinus 40 dərəcə bölünsün kosinus 5 dərəcə ifadəsini hesablayın. Sadə bir düsturla bayaq kimi toplama düsturuna istifadə etsək, yəni sinus alfa plus sinus betdə yazarıq 2 vurulsun sinus 50 plus 40 bölünsün 2 vurulsun kosinus 50 minus 40 bölünsün 2 bölünsün kosinus 5 dərəcə. Baxın, bu bizə verər 2 vurulsun sinus 45 vurulsun kosinus 5 bölünsün kosinus 5. Kosinus 5'ler ixtisar gedər. Yerdə nə qalar? 2 vurulsun. Sinus 45 də bizə kök altda 2 bölünsün 2 verər. O da ilə kök altda 2 edər. Cavabımız olur kök altda 2. Belə əziz şagirdlər, sizinlə buraxılış və qəbula dəstək xarakterli 5 gözəl sualın izahına baxdıq. Növbəti videolarda görüşmək üzərə. Kanala abunə olmağı unutmayın. Sağ olun. Allah'a emanet olun.